Gələm bütün qardaşlarımıza, yetişən gənc nəslə təşəkkürümüzü, minnətdarlığımızı bildirək ki, bugünkü günü yaddaşlara həkk eləməkdə iştirak elədilər, qatıldılar bugünkü törənə. Bugünkü törənin bir adəti var, ənənəsi var. Yəni, təməli bizim mərhum tarixçi qardaşımız Kərəm Məmmədov tərəfindən qoyulmuş bu Ulus Günü tədbirinin daim olmasını diləyirəm, arzu edirəm. Bilirik ki, heç bir şölən səbəbsiz yaranmır, heç bir tədbir yəni səbəbsiz yerə başa gəlmir, baş vermir. Bugün Ulus Günü tədbirinə burada toplaşmamızın əsas hədəfi, məqsədi tariximizin dövlətçilik nöqtəsinin belə deyim, yaddaşlara həkk edilməsidir. Yəni bizim tariximizdə qurulmuş dövlətlərimizdən bir neçəsi məhz bu məkanda, Kür-Varaz çaylarının qovuşduğu məkanda Suqovuşan adlanan yerdə baş verib. 1736-cı ildə məhz Novruz bayramı günlərində Nadir Şah Əfşar burada qurultay keçirdib. Tarixdə Muğan qurultayı kimi xatırlanır və Əfşarlar dövlətinin təməli qoyulub və burada o qurultayla şah elan olunub. Nəticədə Əfşarlar dövlətinin yaradılış tarixi bu nöqtəyə, bu coğrafi məkana yəni təsadüf edir. Və tarixin belə deyim, təkəri fırlandıqdan 60 il sonra 1796-cı ildə də yenə də eyni günlərdə Ağa Məhəmməd Şah Qacar Muğan qurultayı çağırıb və burada Türk Qacarlar dövlətinin quruluşunu elan edib. Burada qurultayda boy bəylərinin seçimi ilə o şah elan olunub və digər bir Türk dövlətimizin təməli qoyulub. Beləliklə bu məkan Azərbaycan və Türk milli dövlətçilik tarixində xüsusi önəmi olan bir məkandır və mən istəyərdim ki, yetişən gənc nəsil bu ənənələri, bu tarixi yaddaşımızın belə deyim, səhifələrini heç bir zaman unutmasın. Bunu hər il təbliğ etmək məsləhətdir və istərdik ki, könül istəyərdik ki, burada daha çox insanlar ildən ilə toplaşsın və burada olan törənlər, keçirilən tədbirlər bir kütləvi xarakter alsın və mənim istədiyim ondan ibarətdir ki, hər bir gəncimiz, hər bir vətəndaşımız bu tarixi bilsin. Bu bizim bir şərəf tariximizdir və nə gözəl ki, bu tarixi bizlərə yaşadan, aşılayan, uzun illər boyu təbliğ edən Kərəm Məmmədov kimi, Dilavər Əzimli kimi və digər mərhum tarixçilərimiz var ki, onların ruhu qarşısında biz baş əyirik. Onların qoyduğu xoş ənənəni hər zaman davam etdirəcəyimizi bildiririk və mən özüm də hər zaman şadam ki, sizlərlə birlikdə bu cür gözəl məkanda həm görüşək, üz-üzə gələk, bir-birimizlə bu tarixin səhifələrini vərəqləyək, həm şahlarımızın, hökümdarlarımızın bizə dövlətçilik şuuru aşılamış hər bir tarix şəxsiyyətimizin ruhunu bir şad eləyək. Mən bura gələn hər kəsə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Ulus günümüz mübarək olsun. Təşəkkür ederim. Mən də deyirəm. Eyni və Ceyhun müəllimin dediklərinə tam şərikəm. Ulus günümüz mübarək olsun. Tanrı Kərəm müəllimin ruhunu şad eləsin. Kərəm müəllimin ən böyük arzularından biri burada Ulus gününü hər il qeyd etmək. Arzularını həyata keçirir. Gözəlməli var. Hiçbir şey deyə bilərəm. Tanrı Türkiyə yardım olsun. Türklərin mütəşəkkir surətdə qalxmaq yeri burada yer müqəddəs. Əslində bura müqəddəs. Buradan qaldırdılar, buradan. Və niyə qaldırıblar? Hocam, burada Muğan düzü Muğların ibadət etdikləri yer kimi tərk olunub. Onlar burada aypara hilal formasında bardaş qrubu oturaraq üzü gün doğana sarı Allahı, yəni yaradana, Tanrıya dualar ediblər, zikirlər ediblər və o baxımdan bu yerin qutsanmışlığı bizə tarixdən bəllidir. Və Nadir Şah Əfşar da, Ağa Məhəmməd Şah Qacar da bu tarixi həqiqətləri biliblər və ona görə bu nöqtəni hər zaman belə deyim, önəmsəyiblər. Tural müəllim, sən də bir iki kəlmə. Kərəm müəllimin xatirəsi əziz olsun. Bugün xalqımızın Ulus gününü təbrik edirəm. Burada hər kəs, həm Ceyhun müəllim tarixi aspektdən baxdı, Nurəddin Xoca digər mənalarda fikir bildirdi. Açığı mənə söz düşməz. Sadəcə mənim arzum ola bilər ki, inşallah növbəti illərdə bura daha çox bizim əqidədaşlarımız, yoldaşlarımız gəlsin. Belə bir arzum var. İnşallah növbəti il daha yaxşı olar. Təşəkkür edirəm, çox sağ olun. Misafirimiz də gəlib Türkiyədən, o da danışsın. İnşallah seneye Türkiye'den de arkadaşlar katılır. Hep beraber olur. Ben şunu söyleyeyim, ne mutlu Türk'üm diyene. Ben bura ikinci dəfədir gəlirəm. İlk dəfə də elə Kərəm müəllim gətirdi. Bil ki, bu dəfə Kərəm müəllimsiz gəlmişəm. Kərəm müəllim həm də mənim universitetdən müəllimim olub. Elə milliyyətçiliyi də ilk dəfə mənə Kərəm müəllimin dilindən öyrənmişəm. Ruhu şad olsun.
Bir daha görüşək, tez-tez gələk belə. Sağ ol. Qəhrəman müəllim, buyur. Söz səndə. İnşallah bu tədbirin axarı olsun. İllərcə ulus şöləni hər il burada belə bundan daha yaxşı şəkildə qeyd olunsun. Yəni digər sözlərə qüvvət olaraq deyim ki, nə mutlu türküm deyənə. Mən də bütün tədbir iştirakçılarına bu gözəl tədbirdə iştirak etdikləri üçün, bu gözəl fikir mübadiləsi apardıqlarımız üçün, böyüklərimizdən daha da kamilli sözlər, daha da əlavə bir biliklər aldığımız üçün təşəkkürümü bildirirəm. Bir türk olaraq hər zaman öz millətimizin, dövlətimizin, dövlətçilik ənənələrini davam etdirməyi arzu eləyirəm və bundan sonra da bir olaq, birlik olaq, türkə layiq bir həyat yaşayaq. Sağ olun. Mən də bu tədbir iştirakçılarına bir söz demək istəyirəm. Sovet dövründə bəlkə bilərsiniz, Nadir Şah çox vaxt qəddar, qanitsən belə təqdim eləyiblər. Yəqin ki, çox görürsünüz. O elə bil ki, bizim borçlular küskünüyor onda. yaddaşımızda qalıb belə deyək də. Məncə Nadir Şaha hörmətin lazımı qədər dəyərləndirmirik. Nə xalq cəhətdən, nə hökumət cəhətdən belə deyək. Məncə ona daha böyük dəyər verilməlidir və daha çox aşılanmalıdır. Sağ olun. Sağ ol. Buyurun müəllim. Kim istəyir? Gəl, Şəhriyar. Gəl bura. Çək. Ulu babalarımızın ruhu şad olsun deyirəm. Və bizim hörmətli Kərəm müəllimimizin, tarixçi Kərəm müəllimimizin bu gününü, bu ənənəni qoyduğuna görə onun ruhu şad olsun deyirəm. Və burada iştirak edən böyüklərimizə mən təşəkkür eləyirəm. Allah canlarına sağ eləsin. Onların sayəsində gözəl məclis alınıbdır burada. Təşkil eləyən bu Razi qardaşımıza təşəkkür edirəm. O hər il bizim burada bu tədbirin keçirilməsinə böyük bir əmək sərf eləyir və bütün bura gələn digər o milli məfkurəyə bağlı olan insanların, dəyərli ziyalılarımızı, ictimaiyyət işçilərini, hər birisini təşəkkür edirəm ki, onlar əziyyət çəkirlər, gəliblər bu günün o belə deyək qeyd etmək üçün burada toplaşmışıq. Hər birinizə çox sağ ol deyirəm, var olun deyirəm. Bir daha hər birinizi Ulus Bayramı günü münasibətilə təbrik edirəm. Eşq olsun, sağ ol. Buyur qardaşım. Çək. Razi müəllimə bir iki. Gəl bura qardaşım. Gəl bura. Qardaşım, siz danışanda biz qulaq asırıq. Gəlin bura. Gəl. Gəl ağsaqqal, gəl danış. Deməli, bu hamını götürərsən, deməli, biz bu torpaqlarda doğulmuşuq, burada böyümüşük. Böyük bəlkə də 200 il, 300 ilə qədər kökümüz gedir çıxır da nəslimizin, tayfamızın və böyük bir türk tayfasının təmsilçiləri. Bu torpaqdan aldığım enerji mənə türkçü olmağa ehtiyac yox idi. Elə buradan aldığım enerji mənə bəs eləyir. Bu torpaqda bütün türk boyları toplaşıblar. Onların ruhu dolaşır burada. İçimizdə onlara dua edirik. Onların da ruhu şad olsun. Hesab edirik ki, şaddır həm də. İnşallah bu Kür və Araz çaylarının qovuşduğu bu Arazın gətirdiyi ayrılıq niskili, Kürün Türkiyədən gətirdiyi sevgi dolu, məhəbbət dolu duyğular burada Sabirabad rayonunda Cava kəndində birləşir və bu birləşmə gün o gün olsun ki, Təbrizdə qeyd olunsun. Bu birləşmə gün o gün olsun ki, Türk dövlətlərinin daha güclü birliyində qeyd olunsun, daha böyük olsun. Ona görə də hər birinizə çox təşəkkür edirəm. Siz heç biriniz burada qonaq deyilsiniz. Mən də sizinlə eyni statusdayam, fərqi yoxdur. Ona görə də hamınıza sağ olun deyirəm, var olun, bağrıma basıram. Təşəkkürlər, sağ olun. Oradan əslində burada bütün türk tayfaları təmsil olunur. Bayat var, Qaramanlı var, Gülqədərli var.